Hər vaxtınız xeyir. Mən sizə bugün Mir Cəlal Paşayevin yaradıcılığı və onun əsərləri haqqında danışacağım. Mir Cəlal Paşayev 1908-1978-ci illərdə yaşayıb. Yaradıcılığı, bədii yaradıcılıq, elmi fəaliyyət və publisistikadan ibarət olub. Daha çox yazıcı kimi şöhrət tapıb. 20-ci əsr Azərbaycan bədii nəslinin yaradıcılarından biridir. Hekayə, povest, romanları ilə şöhrət qazanıb. Ədəbiyyatımızda kiçik hekayənin əsas yaradıcılarındandır. Molla Nəsrəddin məktəbinin ənənələrinə xüsusi hörmətlə yanaşıb. Azərbaycan hekayəsini dövrün mövzu və problemlərini zənginləşdirmişdir. Sadəlik və təbiiliyin yaratdığı mövzuda hekayələri var. Həkim Cinayətovdur, Bostan oğrusudur, Təzə toyun nəzakət qaydaları, Badamada ağacları. Deməli, sadəlik və təbiilik deyəndə Həkim Cinayətov, Bostan oğrusu, Təzə toyun nəzakət qaydaları, bir də Badam ağaclarıdır. Həyat hekayələri 1945, Sadə hekayələr 1955 kitablarında toplanılan əsərlər yüksək bədii ideya keyfiyyətlərindən, xəlqiliyi ilə saf və səmimi hisslər burada aşılanır. Bu onun hekayələri ilə bağlı. Romanlarına keçəndə isə onun Dirilən Adam romanı 1938-ci ildə yazılıb. Həmin romanda mükəmməl xarakterli obrazların yaradılmasına xüsusi diqqət yetirilib. Əsərdə Qədir sərt ictimai mühitin girdabından çıxmaq üçün mübarizə aparan, lakin cəmiyyətdə dayaq tapa bilməyən insanların ümumiləşmiş taleyini əks etdirib. Açıq kitab ki, bunu öyrənəcəyik. 1941-ci ildə müharibə başlandığı üçün 1944-cü ildə çap olunub. Burada göstərilir ki, tutduğu doğru yoldan dönməyən yeni nəslin uğur qazanması labüddür. Həmçinin maarifçi mühiti bulaşdıran insanların faciəsinin ictimai mahiyyəti açılıb göstərilir. Yaşıdlarım 1946-cı ildə, demək bu hamısı onun romanlarıdır. Yaşıdlarım, burada bu avtobiografik səciyyə daşıyır. Deməli, Yaşıdlarım avtobiografik səciyyə daşıyan romanıdır. Qocaman yazıcı Kərimzadənin taleyi əks etdirilib, milli ziyalılığın problemləri ön plana çəkilib. Bir gəncin manifesti. Bu da həmçinin keçəcək. Ədəbi tənqiddə Azərbaycan ədəbiyyatının yeni dövrünün manifesti kimi təqdim edilir. Romanda ədibin realizmi bütün gücü ilə nəzərə çarpır. Yazıcı Baharın haqqını müdafiə edir. Ədalətsiz cəmiyyətinin əzdiyi insanın çağırışlarını əks etdirir, bütövlükdə insanlığın manifestini canlandırır. Yolumuz Hayanadır 1957-ci ildə. Tarixiliklə müasirlik öz əksini tapıb, əlaqədar əsərdə Mirzə Ələkbər Sabirin keşməkeşli həyatı və mübarizəsi əks olunub. Həmçinin sənətkar və zamanın münasibətlərin məsuliyyəti və gərginliyi ön mövqeyə çəkilir. Müəllif həm də zamana görə müasir mövzularda dilə gətirilməsi çətin olan vətəndaşlıq qayəsi haqqında baxışlarını dilə gətirir. Deməli, yolumuz Hayanadır, Mirzə Ələkbər Sabirə həsr olunub. Molla Nəsrəddin ədəbi məktəbinə, həmçinin məktəbin görkəmi nümayəndələrinə böyük ehtiramını bədii ifadəsidir. Onun elmi yaradıcılığı varmı? Əlbəttə var və biz günümüzdə daha çox inkişaf edir. Füzuli sənətkarlığı monoqrafiyası var. Bu Füzuli yaradıcılığına həsr olunub. Azərbaycanda ədəbi məktəblər monoqrafiyası var. Bu maarifçi realizm, tənqidi realizm və romantizm cərəyanı. Mir Cəlalın həm də Cəlil Məmmədquluzadənin yaradıcılığının əsl mahiyyətini, yaradıcılıq xüsusiyyətlərini açan tədqiqat işləri də mövcuddur. Həmçinin ədəbiyyatşünaslığın əsasları və 20-ci əsr Azərbaycan ədəbiyyatı dərslikləri həm müəllifi olub, yəni bizim öyrəndiyimiz ali təhsil müəssisələrində istifadə olunan 20-ci əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının əsasları məhz Mir Cəlal Paşayevin həm müəllifi olduğu kitablardan ibarət idi. İndi gəlin mən sizə açıq kitabın belə deyək, təhlilindən danışım. Yəqin ki, bunu özünüz oxuyacaqsınız. Mütləq onu bir-bir oxumaq lazımdır. Və təhlilini mən sizə orada əsas məsələ birinci hissədən, ikinci hissədə ardıcıllığını, onun təhlili əsasında sizə deyəcəm. Deməli, hadisələr payız fəslində baş verir. Birinci hissədən danışıram. Payız fəslində baş verir. Sadıq kişi Bakıdakı tələbə oğluna bağlama hazırlayır. Bağlama hazırlamaq məsələsində biz Səməd Vurğunun Ananın Öyüdü əsərində də görmüşük, toxunmuşuq orada. İçindəkilər bir balaca bərni bal ilə bişirilmiş halva, gülöyşən nar, alma armud
Fətiri idi. O darvazadan çıxanda oğlu Vahid ilə üz-üzə gəlir. Onların əlindəki qara çamadanla ağ bağlama bir-birinə dəyir. Bax, xüsusi olaraq qara çamadanla ağ bağlama bir-birinə dəyir. Sadıq kişi donub qalır. Çünki Vahidin gəlməsi üçün heç bir səbəb yox idi. O indi Bakıda dərsdə olmalı idi. Sadıq kişi oğlunun gəlməsindən çox narahat olur. Səbəbini soruşsa da Vahid ilk dəfədən cavab vermir. Deməli, ilk dəfədən biz onun cavabını görmürük. Atasının israrından sonra, israrla soruşandan sonra bildirir ki, onu məktəbdən çıxarıblar. Səbəbi də doğru demir. Xəbis adam Vahidə deyib ki, sənə material verilib. Materialda odur ki, atası Sadıq kişi arı saxlayır, kolxoza yanaşmır, vergi vermir. Sadıq kişinin arıçılığının qadağan olmadığını, bunun bir qərar olduğunu bildirir. Bəhanəsinin zəifliyinə görə Vahid əlavə edir ki, deyirlər kolxozçu deyilsən, təksən. Sadıq kişi isə arıçılıqda bağlı kolxozun olmadığını, şəhərdə 5 adam arı saxlarsa birində özü olduğunu söyləyir. Bundan sonra Vahid hadisənin bütün təfsilatı atasına danışmağa başlayır. Sonra danışır təfsilatı ilə. Gəldiyi ondan soruşub ki, atan kolxozdadır ya yox. O isə yox cavabını verib. Bu hadisədən 2 gün sonra çıxarılma əmri divara asılıb. Atası direktorun nə ağılda olduğunu soruşan Vahid deyir. O Gəldiyev idanır. Onu qoyub mənə inanmayacaq ki, yəni Gəldiyev də kimdir? Gəldiyev büronun üzvüdür və partiyaçıdır. Sadıq kişi düşünür ki, Vahid bacarmasa da mərdiməzalların öhdəsindən özü gələcək. Vahid düz danışmırdı. Onun əsir qovulma səbəbi isə başqa idi. Bax, burada fikir verin məsələyə. Bakılı Tərzən Səttarının qızı Rübabə İnşaat İnstitutunun layihə şöbəsində oxuyurdu. Rübabə Gəldiyevin briqadasına düşmüşdü. O vaxtlar təhsil briqada üsulu ilə seçilirdi. Belə söz gəzirdi ki, Gəldiyev bunu qəsdən belə edib. Lakin riyaziyyat dərsini Rübabə üsulunu götürüb Vahidin briqadasına yanaşdı ki, sizinlə oxuyacağam. Nə tədris müdiri, nə dekan Rübabəni fikrindən daşındıra bilmir. Rübabə səbəb kimi Gəldiyevin tez-tez dərs buraxmasını, savadsız olmasını göstərir. Bu hadisə Gəldiyevə dağ çəkib. O Vahiddən heyf almaq qərarına gəlmişdi. Gəldiyev bu məqsədlə anketləri oxuyub bir şey tapmamış, təsərrüfat müdirindən aldığı təqaüd vərəqində kənardan gəlirim yoxdur, heç bir işləmirəm cümləsini tapmışdı. Demək, fikir verin, o Vahiddən heyf almaq qərarına gəlir. Gəldiyev bu məqsədlə anketləri oxuyub bir şey tapmamış, təsərrüfat müdirindən aldığı təqaüd vərəqində kənardan gəlirim yoxdur, heç bir də işləmirəm cümləsini tapmışdır. Məsələ komsomol iclasına qaldırılmış, Vahid müttəhim kimi, yəni ittihamçı kimi dindirilmişdi. İttiham olunan şəxs. Vahid çıxdıqdan sonra Gəldiyev Vahidin anketinin imzasını göstərib çıxış eləmişdi. Deyir, gəlirim yoxdur, ancaq atası arıçılıqla məşğuldur. Balın kirvənkəsini filan qiymətə salır. Demək istəyir ki, gəliri var deyə ona təqaüd düşməməlidir. Bu il hökumətə 225 manat naloq verib. Bu, Sovet hökuməti aldatmaq deməkdir. O institutdan, komsomoldan qovmağı təklif etmişdi. Direktor da iclasdır, lakin o şəxsin maraqlarını güddüyü üçün gəlməmişdi. Belə. Gəldiyev belə gəlmişdi, üzr istəyirəm. Gəldiyev Vahidi direktorun gözünə nalayiq adam kimi təqdim etmiş. Verdiyev onun sənədlərindəki saxtakarlığı eşidəndə bu işlərin məsuliyyətindən qorxmuşdur. Gəldiyevin nitqindən direktorun soyuq yoxlamasından sonra, soyuq yoxlamasından Vahidə tərəfdar duran az olur. Təklif olunur ki, təhqiqat üçün komissiya təşkil olunsun, yüngül tərbiyə və cəza yaxud töhmət verilsin və s. Muxtar sözə başlayır. Vahidin hərəkətləri arzu olunan olmasa da, unutmayaq ki, dünən kənddən gəlmiş bir gəncin taleyi haqqında danışırıq. Son qərar təhqiqat komissiyasının yaradılması və sənədlərin yoxlanılmasına direktora tapşırılması olur. Vahid qovulur. Rübabə bundan narahat olur. Hər yerdə Vahidi axtarır, tapmır. Ona kömək etmək lazım gəldiyini düşünür, məktub yazır. Vahidin qovulma xəbəri Muxtarı da təəccübləndirmişdi. Çünki Verdiyev qərarı komissiyadan xəbərsiz vermişdi. Kimdən xəbərsiz verib? Komissiyadan xəbərsiz verir. Əsərin bu yerində müəllif Gəldiyevin keçmişindən məlumat verir. O taxıl tədarükü müvəkkilliyində çalışanda icra komitəsi sədrinə, torpaq şöbəsinə, toy edənə və s. taxıl ayıraraq özünə tərəfdaş yığıb. Yəni rüşvətlə də belə bir növ. Hesabdar Gəldiyev ayıldı ki, hesablar düz gəlmir. Gəldiyev ezam kağızını göstərib, açarları verib, Yevlaxa oradan da Bakıya getdi. Çox keçmədi ki, institutun mədəni hücum ştabının rəhbəri təyin olundu. Sadıq kişi oğlunun işini həll etmək üçün Bakıya gəlir. Əlində xurcun olan bu kişi direktorun qəbuluna girir və oğlunun işinə baxılaraq yenidən oxumanın düzəldilməsini istəyir. Direktor isə işə tanış adam olan Gəldiyevin burada olmaması səbəbilə sabah gəlməsini istəyir. Bayramın 7 noyabr burada olurlar. Sadıq kişi buna çox sevinirdi.
Çünki heç vaxt bayramı Bakıda keçirməmişdi. Vahid tələbələrin arasında Rübabəni görüb əl sıxışır. Rübabə dünəndən Rəşidlə bərabər onu axtardıqlarını söyləyir. Gəldiyev onun gəlməsindən narahat olur və dəstə başına yad adamların cərgədə nə işi olduğunu soruşur. Bayram günü səhəri Gəldiyev Vahid haqqında xasiyyətnamə yazır. Məktəb komissiyonuna aktı oxşayan sənədində bu xasiyyətnaməyə tikir. İnstitut tələbələrinin bu müzürün sürə hiddətləndiyini və onun məhkəmə əli ilə cəzalanmasını tələb etdiklərini yazır. Hətta Vahidin atasının Bakıda olmasına, istirahət günü məktəb binasının getməsinə, qaravulun ayrılması müxtəlif səbəblər qoşur. Bütün kağızlar milis idarəsinə istintaqa verilir. Vahidi Səttarzadə zəmanətə götürür. Kim? Səttarzadə. Milis idarəsində Rübabə işini əslən bildirmişdi. Milis işçisi müxtəlif sərlövhəli, lakin eyni məncə kağızlara murdar əskiyə baxar kimi baxırdı. İftira kağızlar axır lövhə veriləndən sonra həm müdiriyyətə, həm institut komissiyonu təşkil yoxlama yazıldı. İnşaat institutunun rəhbər işçilər əl-ayağa düşürlər. Gəldiyev işin içində rüşvət olduğunu bildirir, güya Vahidin rüşvət verdiyi iddiası irəli sürülür. İslam Verdiyev hörmətlə Vahidi və onun atasını qəbul köhnə qərarı dəyişir, çünki milis belə uyğun görmüşdü. Bax, artıq burada fikir verin məsələyə. Və ikinci hissə. Yeni Bakı şəhərinin layihəsini çəkmək üçün müsabiqə elan olunur. Layihənin adı nədir? Yeni Bakı. 3 mükafat təyin olunur. Vahid bunu bir fürsət kimi dəyərləndirir. Müsabiqə haqqında təlimat üçün plan idarəsi, sədri, mühəndislər, memarlar yığılır. Gəldiyev sədrin yanında əyləşir ki, danışılanları qeyd eləsin. Gəldiyev də müsabiqəyə qoşulmaq istəyir. O Vahidin işindən qorxur. Vahid heç bir mənsəbə mənsub olmasa da nüfuzu var idi. Hətta Vəzirbəyli nitqində deyirdi ki, Vahid kimi gənc istedadlı mütəxəssisləri bu işə cəlb etməlidirlər. Gəldiyev öz işini Ürək adlı müsabiqəyə təqdim edir. Kim? Gəldiyev. Əsəri hamıdan qabaq sədr Poladova göndərir. 3 gün sonra zəng edib rəyini, lakin hələ baxmamışam, yaxın günlərdə söz verə bilmərəm cavabını eşidir. Gəldiyev bu fürsətdən istifadə edib layihəni sədrdən alıb Vəzirbəyliyə göndərir. Daha sonra ona zəng edib layihə haqqında fikrini verir. Poladov baxmır Vəzirbəyliyə. Aldığı cavab: necə olur belə adamlar, mühəndis adı alırlar. Hələ qeyd edib injenerəm, filanam, görəsən hansı idamları kör qoyur? Qeyri-qanuni olsa da Bakıda açıb bu adam kimi öyrənmək, onun işdən qovmaq lazımdır. Bayıldan Ağşəhərəcən uzanan küçəni heç bir küçə kəsmir. Evlər üst-üstə minib. Bu izlahlar mühəndis şəhəri susuz, yolsuz, hərəkətsiz təsəvvür edir. Bina yığını. Vəzirbəyli bir dəfədə Gəldiyevin işinə irad tutub. Gəldiyevin dili onun yanında gödəkdir. Onun çox şey eləyə bilmir. Gəldiyev işini geri çəkir. Vahidin işini tapmaq üçün zərfləri yığıb evə gətirir. Vahidin işini axtarır indi. Açdığı 7-ci zərfdə, deməli 7-ci zərfdə tapır. Vahidin əsərinin adı isə Açıq kitab idi. Bax, əsər də ona görə belədir. O birisində Ürək. Qapı pəncərənin bağı düz 17 gün ərzində karandaş, pərgar, pozcan və s. layihənin surətini çıxarır. Arvadı Ağcanı özünə gözətçi təyin edir. Gündə 2 saat idarədə görülüb, tez evə qaçır. Köçürdüyü layihə yenidən Ürək adını qoyur. Vahidin layihəsini puç eləməyə heyfi gəlir. Bir üçüncü qoyur ki, aydın olmayan yerlə öyrənmək lazım olar. Ağcaya bərk-bərk bu otağa heç kimi buraxmamağı tapşırır. Vahid Rübabənin toyu olur. Toyda Səttarzadə sol əlində tutduğu qalın kitabı qulağına aparıb, məndə Məcnuna Füzun aşiqlik istedadı var. Mənim Məcnun adı da burada da var. Aşiqi sadiq mənəm, Məcnun ancaq adı var, qəzəlini oxuyur. Hamı əl çalmaq istəsə də çalmır ki, musiqini bir də eşitsinlər. Səttarzadə nitqinə başlayaraq söyləyir. Balalarıma hədiyyəm var. Mən onlara öz əqidəmi, məhəbbəti hədiyyə edirəm. Düzdür, əsl məhəbbət həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur. Səttarzadə balalarına Füzuli kimi sevməyi məsləhət görür. Füzuli Leyli Məcnun kitabını onlara hədiyyə verir. Ona görə Məcnundan danışır. Ayın 5-də Komissarlar Sovetində institut məruzəsi qoyulur. Verdiyev arxa cərgələrdə göz gəzdirir. Gəldiyevin gəlməməsi, Vahidin orada olması onu təşvişə salır. Çünki orada onlara qarşı ittiham var idi və onlar özlərini sübut etməli idilər. Verdiyev kürsüyə çıxıb neçə vaxt hazırladığı müqəddiməni danışır, institutun uğurlarından bəhs edir, qəfildən verilən suallar onu çaşdırır. Sədr onun səsini ucaldaraq: tələbələri müəllimi aldatmaq istəyəsən gəlir, bizi aldatmaq istəyirsiniz deyil. Vahidin və Muxtarın nitqindən sonra qəbul olunur ki, institutun rəhbərlisinə əl gəzdirilsin. Axşam yönündə Ağca xanım Gəldiyevə şad xəbər verir. Gözün aydın, deyəsən udursan layihəni. Proyekt bürodan gəldilər, layihənin üzünü verdim, apardılar. Gəldiyev təşvişə düşür. Nə edəcəyini bilmir.
burnu oxur, papağanı götürüb çölə çıxır. Onun yalanın üstü açılmış olur. 5 gün əvvəl müsabiqə yeri iclas etmişdi. 17 layihə arasında ürək layihəsi ikinci, Salam adlı layihə isə üçüncü mükafata, deməli ürək adlı ikinci, Salam adlı layihə isə üçüncü mükafata. Ürək 2-dir, Salam isə üçüncü. Poladov qalib gəlməyən zəflərin açılmamasını, Gəldiyev isə müəlliflərin utandırılmaması fikrini irəli sürdü. Poladov zəflərin açılmaması, gəlsin müəlliflərin utandırılmaması. Gəldiyev tez 2 qalib zərfi sədrin qabağına qoyur. Poladov göy zərfi cəsarət cırıb oxuyur ki, layihəni Gəldiyev Kərim Abbasoğlu çəkib. Salam layihənin müəllifi isə qocaman mühəndisdir. Deməli, Poladov göy zərfi cəsarətlə cırıb oxuyur ki, layihəni Gəldiyev Kərim Abbasoğlu çəkib. Salam layihəsinin müəllifi isə qocaman mühəndis idi. Vəzirbəyli müdaxilə edir. Bu necə ola bilər? Mən ürək layihəsinə baxmışdım. O üzünü məclisə tutub deyir. Vahidin layihəsinə necə baxmısınız? Səs çıxmır. Bu məqamda Vahid daxil olur. Ondan layihə təqdim etməyəsə, o isə təqdim etdiyini və açıq kitab adlı layihənin onlarda olduğunu söylüyor. Aydın olur ki, Vahidin şou otağıda yoxdur. Vəzifə üzünü gəlib deyir, öz proyektini bura ver. Hadisənin araşdırmasını Poladov öz üzərinə götürür ki, araşdırsın. Məsələlər aydınlaşandan sonra Vahid Dağüstü parka gedir, üfüqləri, ulduzları, xəzəri seyr edir. Yeni Bakının quruluşu, həyatı insanları qədər təbiəti də dəyişilməlidir. Ona yaşıl don geyindirilməli, binalar, saraylar, muzeylər, kitabxanalar və s. tikilməlidir. Şərqin qapısında yeni bir kitab açılmışdır. Bu kitabın parlaq vərəqləri kimi məzmunu, mənası da açıq və aydındır. Burada yaşayan hər kəs deyəcəkdir, sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Elə əsərin elə özündə də bunu görürük ki, mübarizə aparmaq, sədaqətli olmaq, məhəbbət bəsləmək, onu məğlubiyyətə gətirmir. Deməli, ədəbiyyatımızda ilk satirik romandır, epik növdə təhqir üsulunda yazılıb, lirik motivlərə də yer verilib, yazıldığı ildə çap olunmayıb müharibəyə görə, mövzu keçən əsrin, yəni 20-ci əsrin 30-cu ili cəmiyyətdə baş verən proseslərin, dövrün səciyyəvi hadisələrindən götürülmüşdür. Müəllif ədalətsizlik prinsipləri əsasında qurulmuş ali məktəb mühiti vasitəsilə oxucuya Sovet cəmiyyətində heç də hər şeyin yaxşı olmadığını çatdırıb. Burada romanın qırmızı xətti cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasıdır əsas. Romanda Vahid, Rübabə və dostları müasir gəncliyi təmsil edirlər. Onlar Gəldiyevçilərin hədəfinə çevrilir. Bu gənclərin Gəldiyev, Verdiyev kimi apardığı mübarizə şəxsi deyil, ictimai xarakterlidir. Və yadda saxlanın, şəxsi deyil, ictimai xarakterlidir. Bu mübarizə yalnız gənclərin deyil, eyni zamanda Vəzirbəyli, Sadıq kişi, Səttərzadə kimi qocaman nəsil nümayəndənin təqdimatında da verilmişdir. O şəxsi intiqam və qisas hissindən uzaqdır. Qəhrəmanların adı təsadüf deyil, onları xüsusi verilir. Gəldiyev nitqində varvarizmdən eşidir, o rüşvət verməkdən çəkinən obrazdır. Sonra isə bir gəncin manifestindən Bahar əsəri, onun təhlilinə sizlərlə bərabər baxaq. Deməli, Bahar, birinci hissə əsər Baharın evdən çıxıb getməsi ilə başlanır. O fikirlə olduğunu, hara getdiyini bilmir, bir də özünü vağzalda görür. Onu görüb yanına çıxan tüfəngli adam qəssabın oğlu olur. O atasının qəssab dükanında artıq qalan ətləri qapı-qapı gəzib satmaq üçün kimsəsiz uşağı axtarırdı. Bahara təklif belə olur. Paltarın, çörəyin bizdən, özdə erkək ətinin pitisindən yeyib cana gələrsən. Baharın razılaşma səbəbi şəhərdə qalıb qardaşın Mərdanı tapmaq, belə mehriban adam rast gəldiyini güman eləmək. Tüfəngli Baharı belə yola salır. Daş yoluna gətirir, bir arabaçıya tapşırır. Mehriban adamın arabaçıya dediyi sözlər. Atama çatdır. Denən görsün yarayar mı? Ət satmağa yaramasa qəssabın xoşuna gəlib demək qovacaqlarmış. Arabaçı onu qəssab Məşədi Abbasın yanına səhər gətirir və buna İsfəndiyarın göndərdiyini deyir. Belə tüfəngli adamın adı İsfəndiyar olduğunu biz kimdən öyrənirik? Arabaçıdan öyrənirik. Bahar günortaya qədər gözləyir, çox acımışdı. Qəssab müştəri yola salından sonra Baharı çağırır. Ondan hansı kənddən, kimin oğlu olduğunu, nə iş bacarını soruşur. İkinci isə Baharın payızın ilk ayları qəssabın yenə işləməsi haqqında məlumat olur. Onun işi bundan idi. Salıqxandan şəhərə ət daşıyan daşqanın boynuna oturur. Atın cilovunu əlinə alıb şəhərə sürür. Axşamlar tövlədə daşqa atın yanında yatır. Daşqa atına qulluq edir. Məşədə bütün dükan və ev işlərini görür. Məşədə axşama qalan köhnə içalı səbətə dolu Bahara verər, deyərdi. Bunları sat. Hamısını satmamış geri qayıtma. Hamısını satsan sənə bir abbası fındıq pulu verəcəyəm. Baharın küçədə soyuq palçığını ayaqlayaraq ağciyər alan deyə satmağa çalışardı. Üçüncü hissə isə biz artıq şaxtalı qış günlərinin bir təsvirini görəcəyik. Qızıl Gönçələrdə də elədir.
Məşədi bahar qovmuşdu. Bahar köhnə çarıq, yalın qat, paltarla qəssab dükanının yanında əsim-əsim əsirdi. Baharın qovulmasının səbəbi soyuqlar düşəndə iç çalı çata bilmirdi. Dalda yer tapıb qızınırdı. Ev xanımlarını yalvar ocaq başında dayanırdı. Evə qayıdanda Xozein onu döyürdü. Bir gün fəlakət baş verdi. Bahar qarınlardan biri sata bilməmişdi. O qorxudan qayıda bilmir. Əlində sallaya-sallaya döngədə müştəri çağırdı. Qəfildən bir qara it görünüb qaçdı. Divarı aşıb bağlar arasında yox oldu. Məşədi Abbas bu əhvalatə inanmadı və hətta onu gülmək tutdu. Onun dedikləri isə dünən yumurtadan çıxan cücənin mənə yekəlik kişiyə kələk gəlməyinə bax. Sonra Baharın ciblərini, qoltuğunu axtardı. 1 manatın yerindir. Nəyə verib yemisən düzünü de. Bahar nə qədər andaman elədisə inanmadı və onu evdən qovdu. Get 1 manatı gətir, sonra buralara ayaq basarsan. 4-cü hissə bu hissədə Baharın qorxudan cavab verə bilməməsi və küçəyə çıxması ilə başlanır. Küçə çox soyuq idi. Bahar qorxa-qorxa bir də dükana gəldi. Sanki ağasından yaxud qonşulardan kömək umurdu. Məşədi uşağı görəndə oğluna işarə edir. Gör pulu gətirib. Bu dəfə pulu gətirib-gətirmədiyini qəssabın oğlu soruşur. Baharın cavabı: qardaşım gələndə alıb verərəm. Onu içəri qoymayan, qapı üzünə bağlayan qəssab olur. Çox soyuq idi. Şaxta güclü idi. Bahar özünü hamamın dəhlizinə salır. Dəhliz də soyuq idi, amma içəri qapı açılanda isti hava vururdu. O yummağa gələnlərə qarşı içəri keçə bilir, gizcə səkiyə keçir, ora isti idi. Xeyli vaxt burada qalsa da onu görürlər. Onu maşı ilə vurub qovan hamamçı olur, qovur. Onu içəridən oğru zənn etdiyindən qovurlar. Bir müddət sonra yenidən gizli şəkildə içəri girir. Baharı dəhlizdə görən hamamdan çıxan bir xınalı kişi həmin kişiyi hamamçıya: Kəblə qurban, hərif burada dayanıb, ha deyir. Kəblə qurban gələndə Bahar ona yalvarır. Vallah yerim yoxdur, soyuqdan ölürəm, qoy burada durum əmi, sən Həzrət Abbas. Baharı itəlib söyləsən Kəblə qurban olur, rədd ol burada, Həzrət Abbas qənimin olsun. Ardınca Bahar küçəyə çıxır. Yəni insanların görün həmin dövrdə laqeydçizliyinə baxın. Laqeyd olmağına baxın, yəni. Ondan sonra qış gecəsinin hər yanı bastığını görəndə içinə vahimə olur. Harasa getmək istəyir. Qəssabxana uzaqlaşa bilmir. Son ümidlə Xozeinin qapısına gəlir. Baharın köhnə mitilini eşiyə atan xanım olur. İtil, hansı cəhənnəmə gedirsən, get. Yəni xanım atır da. Deyəndə xanım olur, Bahan xanıma yalvarır. Qapını çırpır, dəmirlə bərkinən xanım olur. Bahar bu dəfə bazara sarı yollanır. Baharın donmasının təsviri ilə başlayır. O əlini atıb gözünü örtən yorğan qaldırmaq istəyir. Bu əslində donan kipikləri idi. Lakin qol yerində quru ağac salandığı hiss edir. Anlaya bilmir. Qolları donmuşdu. Gözlərinə, başına, dodaqlarına uzun və iti iynələrin batdığını hiss edir. Şaxta idi. Tərpənmək istəyir. Bacarmır. Onu sanki yerə mıxlamışlar. Donurdu. Bu son düşüncəsi idi. Demək beyində hələ donmamışdı. Anasını xatırlayır. Ana, ay ana deyir, amma cavab gəlmir. Hər şey susurdu. Bir neçə saat sonra boran seylədi, səhər açılır. Hər şey qaydasında idi. Xozeynlər xəz paltolda, Xorasan kükləri, dəri papaq, yun corab və qaloş geyərək səhər çayından sonra ilk paprosa tüstülədir, isti evlərdən çıxır, dükanlarından tələsirdilər. Məşədə erkəkləri şaqqalayır, müştərilərlə ruhlanır, qazanc mahnısı oxuyurdu. Baharın meyitini konka yolunu təmizləyənlər tapır. Cəsəd donmuş taxtaya dönmüşdü. Buzlaşmış saçları üzünə yapışmışdı. Sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuğuna bükülüb qalmışdı. Görənləri ürəyi xarab olurdu. Yəsi uşağı olduğu əynindəki qədəh paltardan bəlli olurdu. Ona görə də yəsisini axtarmadılar. Qəriblər qəbirstanlığa apardılar və orada dəfn elədilər. Və həqiqətən də o dövrdə görsənir. Görün, insanlıq nə dərəcədə ölüb ki, bir uşağın hansı vəziyyətə qalması, yəni ona qarşı laqeydliyin olması, yəni Mir Cəlal Paşayev bunu çox ustalıqla qələmə almışdı. Növbəti isə vətən yaralarıdır. Bu müharibə ilə bağlı olan əsərlərdən biridir. Mən sizə, yəni bunu bölmək istəmədim. 3 əsərdə elə bir yerdə danışmaq istədim. Bu da 1-ci, 2-ci, 3-cü və 5 hissədən, yəni əsas hissələri danışacağam. Amma mütləq özünü oxumaq lazımdır. Oxuyanda biraz diqqətli olmaq lazımdır ki, müəyyən məqamları siz orada anlaya biləsiniz. Deməli, hekayə yadınızda olsun ki, birinci şəxsin dilindən danışılır. Birinci isə, səngərdən çıxanda ön xəttə atılmışdım. Qan gözümü örtüb, qılçaların hərəkətsiz qalanda yıxıldım. Əskər, yəni ağır yaralanır da. Yaralı vəziyyətdə məndən əvvəl yaralanan dostların dediklərini xatırladım. Lakin mən bu hissləri keçirmədim. Aylanda özümü isti, təmiz, sakit otaqda gördüm.
Başımın üstündə ağ saçlı həkim və Şəfqət bacıları vardı. Deyəsən, bunlar məni qaytarırdılar. Düşündüm, hara qayıdıram? Həyata. Məndə qəribə arzu baş qaldırdı. 2 ömür istəyirəm. İlk ömrüm təcrübə dərsi olsun. İkinci ömrüm həqiqi. Demək 2 ömür istəyir. Biri təcrübə, biri isə həqiqi ömür. Belə ömrün qədrini bilərəm. Uşaqlıq illərini xatırladım. Arxın yanında oynadığım, aşıq atan, top oynayan, gizlənqac oynayan dostlarım. Lakin xatirələr cəbhədəki qədər şirin olmur. Birinci hissə belə olur, ümumi. İkinci hissə məni Səhra xəstəxanasından arxaya göndərdilər. Bunu eşidən yoldaşlarım ikisi yanıma gəldi. Biri yaşadım və məktəb yoldaşım Nəsrəddin. Yaşadım və məktəb yoldaşım Nəsrəddin. Deməli, Nəsrəddin kimdir? Yaşıdıdır və məktəb yoldaşıdır. Onu görəndə məktəbli uşaqları, kitab çantası yadıma düşür. Nəsrəddin komandirin köməkçisidir. Nəsrəddin kim idi? Komandirin köməkçisi. İkinci cəbhədən tanıyıram. Kolayır kəndindəndir. Mina arvadın oğlu, ikincisini cəbhədən tanıyıram. Kolayır kəndindəndir. Mina arvadın oğlu Lətifdir. Bizdən 2 yaş kiçikdir. Başaşağı oğlandır. Deməli, Nəsrəddin həm yaşıdıdır, məktəb yoldaşıdır. Lətifi isə cəbhədən tanıyır, Kolayır kəndindəndir. Mina arvadın oğludur. 2 yaşda kiçikdir. Başaşağı oğlandır. Dostlayan təsvir var da burada. Dostlarım yanıma həm görüş, həm də sifarişi gəlmişlər. Səhra xəstəxanasında 7 gün ərzində həkim və tibb bacısından başqa heç bir şey görməmişdim. Tibb bacısı dostlarımı içəri buraxmaq istəmirdi. Xahiş etdim, buraxdı. Mənə təskinlik üçün dedilər. Güllə yarası əti pişirir, tez sağalar. Ədib kimi danışan Nəsrəddin olur. Mən ədib kimi kim danışır? Nəsrəddin. Ondan sonra Nəsrəddinin sifarişi. Bizim evə get. Mənim yazı stolumun başında otur. Kitablarıma, kağızlarıma bax. Olduğu kimidirmi? Məni itirib axtaran varmı? Anamın sözlərini yadında saxla. Universitetə get. Uşaqlara salam de. Ardınca Lətif dedi. Bu şəkli ver, nigaran qalmasınlar. Bizim məktəbə də. Gör Əbil müəllim ordadırmı? Mən Nəsrəddinin sifarişi nədir? Bizim evə get. Mənim yazı stolumun başında otur. Kitablarıma, kağızlarıma bax. Olduğu kimidirmi? Məni itirib axtaran varmı? Anamın sözləri yadındasa universitetə get, uşaqlara salam de. Bu onun, Lətif deyil. Bu şəkli ver, nigaran qalmasınlar. Bizim məktəbə dəy, Lətif deyil. Şəkildə şəkli ver, nigaran qalmasınlar. Məktəbə dəy, Əbil müəllimdən soruş. Kim gedib, kim qalıb? Mənim ünvanımı direktora, o bir universitet deyil, Nəsrəddin. Nəsrəddin Universitet, S.S. Bu isə Lətif isə məktəbdən danışır. Mənim ünvanımı direktora, Əbil müəllimə ver. Bəlkə məktubu yazan odur. Oldu. Nəsrəddin davam edir. 1-2 gün bizdə qal. Anam oğul səsini eşitsin, mənim tarımı götür, bir çarya çal. Lətif tapşırır. Kəndə gedəndə dişli qaya tərəfə çıx, bulaqdan su iç, quşların səsini dinlə. Lətif deyir onu. Üçüncü isə anama qabaqcadan heç nə yazmadım. Vağzala düşüb, hər yana baxa-baxa evə getdim. İstəyirdim biləm, görəm nə dəyişib. Məncə heç nə dəyişməmişdi. Sanki həmin sentyabr axşamı idi, payız. Anam evdə yox idi. Açarı həmişə qoyduğumuz yerdən tapdım. Baxdım evdə dəyişiklik vardı mı? Evdə mənim əskər şəklim stolumun üstündə, məktublar üstdə yığılıb, pəncərə qabağında qutu. Yəqin anam məni göndərmək üçün qutu hazırlayır. Ev səliqəli idi. Lakin anlamadığım bir şey var idi. Anam açarı niyə xəlvət yerdə qoyub gedir? Axı qapını özündən başqa kimsə açmayacaq. Anamın cavabı, bala, çox vaxt səninlə söhbət edirəm. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. Ürəyim deyir ki, açarı qoy, get, birdən oğlum gələr. Mən çox dirçəldim. Çox tez dirçəldim. Sağaldıqca yenidən cəbhəyə getmək istədim. Anam Nəsrəddin və Lətifin anasını çağırdı. Hərə bir sovqat hazırlayıb. Anam məndən xəlvət bir qutu hazırlamışdı. O dedi, bu üçünüzün payıdır, açmazsan. Ora çatan kimi Nəsrəddini də Lətifi də çağırarsan. Bu üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun. Dördüncü hissə cəbhəyə qaydanda hərbi hissədə məni böyütmək, yeni vəzifə görən fikrində idilər. Mən yoldaşlarımla ayrılmaq istəmədiyim üçün getmədim. Öz hissəmizə gəldim. Lakin dostlarımdan heç birini tapmadım. Nəsrəddin 2 gün əvvəl yaralanmışdı. Nəsrəddin Səhra xəstəxanasında idi. Lətif haqqında da heç nə demədilər. Komissar mənə kağız göstərdi. Döyüşçü ölməyəcəkdir. Lətifin həkimi yazmışdır. Onun köksüz qəlpəsinə bir güllə, 2 mina qəlpəsi dəyib. Lakin həkim qiyaslı ümid verirdi. Həkim qiyaslı Lətif haqqında. Onları görmək üçün icazə aldım. Əvvəl Nəsrəddini tapdım. Biz hər şeydən danışdıq, bağlamanı istədim. Nəsrəddin açmaq istəyib qoymadı. Lətifsiz olmaz dedi. Həkimdən Nəsrəddin üçün icazə alıb Lətifi görməyə getdik. 2 ay yarım sonra Lətif sağalıb hissəmizə qayıtdı.
Onun bağlamasını hələ açmamışdıq. Biz 3 səmimi dost oturub bağlamanı açdıq. Bağlamada vardı albaxıra, kişmiş, fındıq, ordubad alması, adama bir əl dəsmalı, bir ətirli sabun, bir cüt toxuma əlcək. Anamın sözünü xatırladım. Bir oturun, bir gəzin, bir vuruşun. Dostlarım anamın sözü təkrar etdilər. Bir gəzək, bir vuruşaq. Mən dedim, sağ olaq, təcavüzkarı məhv edək. Analarımız sevinsin, arxayın yaşasınlar. Ana vətən bizdən razı qalsın. Hekayə janrında da gördüyünüz kimi 5 hissəlidir. İkinci Dünya müharibəsi dövründən götürülüb. Həm ön, həm də arxa cəbhə həyatına aid hadisələr var. Hadisənin ifadə təhkiyədir. Əsər birinci şəxsin dilindən nəql olunub. Bir əsgərin xatirə əsasında yazılıb. Düşün, başqa hansıdır deyə əsər xatirələr əsasında yazılıb. Başqa hansı hadisələr birinci şəxsin dilindən var. Bu fikir verin, yadınızda olsun. Əsl sual verilə bilər. Əsərdə geniş müharibə səhnələri yoxdur. Əsərdə oxucuda müharibəyə nifrət, qəzəb hissi var. Bir-birinə zidd olan iki həyat üzrə qoyulub. Dinc həyat və müharibə. Əsərin mahiyyəti mənasını təşkil edir. Dinc həyatın müqəddəs hisslərinin qorunması. Əsər üç dostun həyatından bəhs edir. Bu da Mir Cəlal Paşayevin əsərləri haqqında. Sağ olun uşaqlar.